Rəvayət edilir ki, Cabir ibn Abdullah demişdir: Allah elçisi, ona Allahın salavatı və salamı olsun, belə buyurdu: İsrail oğullarından rəvayət edin. Bunda bir qəbahət yoxdur. Həqiqətən onlar arasında möcüzələr baş vermişdir. Bundan sonra Allah elçisi, ona Allahın salavatı və salamı olsun, rəvayət edərək danışmağa başladı. Bir dəfə İsrail oğullarından bir dəstə yola çıxdılar və özlərinə məxsus olan bir qəbristanlığa gəldilər. Onlar, gəlin 2 rükət namaz qılaq və uca Allaha dua edək ki, bizim üçün qəbirdən ölmüş bir adam çıxartsın. Biz də ondan ölüm haqqında soruşaq. Dedilər və elə də etdilər. Belə olan təqdirdə həmin qəbirlərin birindən bir kişi başını çıxartdı. O, alnında səcdə izi olan mulat bir kimsə idi. O dedi: Ey sizlər, məndən nə istəyirsiniz? Mən 100 ildir ki ölmüşəm, lakin indiyə qədər ölümün hərarəti canımdan çıxmayıb. Uca Allaha dua edin ki, məni olduğum vəziyyətə qaytarsın. Əhməd Əz-Zuhd 88.